Salam dostlar, Matdan Qaçış serialımızın növbəti seriyasındayıq. Bildiyiniz kimi 2 gün bundan qabaq canlı yayımda biz 1500 xalımızı artıq keçdik. Artıq 1500 xaldan 1600 xala addımlayırıq. Gəlin növbəti gedişimizi eləyəyin. Bizim növbəti oyuncumuz bəli, Timur İslamdır. Biz Y4 gediş elədik. Rəqib görək hansı gediş eləyəcək. Bəli, rəqib D5 gediş elədi. Biz piyadamızı önə çəkək görək rəqib nə oynayacaq. Bəli, D4 oynadı. D4-də biz neynəyək? Atımızı çıxaq həmin piyadaya hücum eləyək görək rəqib neynəyək. Bəli, atımızı bağlamaya saldı və biz atı bağlamaqdan çıxmaqdan ötürü gərək biz filimizi oynayaq da. Atı çıxdı. Bəli, gözəl. Filə hücum eləyək görək filini neynəyəcək. H5 oynadı, bəli. Gəlin filə yenidən hücum eləyək piyada ilə. Görək hansı gediş eləyəcək. Bu istəyir ki, piyadanın qabağa çəksin. Mən bunu vurum, təzə fili yerləşdirsin bura. Əgər bunu vursam, atı buradan salmaq istəyir bura. Qala qurmamın qarşısını almaq istəyir. Bu Skandinaviya müdafiəsi. Bu Skandinaviya müdafiəsi gedir, ancaq burada Skandinaviya müdafiəsi ilə bağlı heç söz gedə bilməz. Çünki həmin piyadanı biz götürməliydik. Gəlin biz piyadamızı qabağa çəkək, çünki filimizi çarpaza yerləşdirək və böyük qala quraq. Artıq bizim kiçik qala qurmamız alınmayacaqdır. Vəziri gəldi. Onun gəlməyin məqsəd nədir ki? Bu ata hücum etmək istəyir. Maraqlıdır. Gəlin biz vəzirə hücum eləyək. Fillə. Yəqin şah verər də bu. Qoyaq vəzir önünə, bəlkə dəyişdik. Görək nə olur. Amma piyadamız boş qaldı da bizim, düzdürmü? Bunu qorumaq üçün vəzir geri qayıtmaq lazımdır. Bu da təzədən yenə buradan şah verəcək. Onu topla müdafiə eləmək lazımdır. Gəlin atımızı avuçxanasına çıxaq. Vəzirə hücum eləyək. Həm də filimizi top qorusun. Görək rəqib növbəti gedişdə hansını gediş eləyər. Artıq bunun vəzirindən çıxmağa yeri yoxdur. Vəzir çıxmağa yer axtarır. Biz hansı gediş etsək ki, vəzir bura gələnmir, bura gələ bilmir, bura gələ bilmir, bir də bura gələ bilmir. Düzdürmü? Gəlin vəziri bir xana geri oynayaq. Yəni qabağa oynayaq görək. Bəli dostlar, axır ki 2 dəqiqədən sonra rəqibimiz təslim oldu. Çünki burada vəzirini itirirdi. Gəlin indi bu oyunun analizinə baxalım. Gəlin bu oyunun analizinə baxaq. Görək səhvlərimiz harda olub dostlar. Deməli Y4-dən başladıq. Rəqib D5 elədi, qabağa çəkdik. O da piyadasını qabağa çəkdi. Bəli, atımızı çıxdıq. Fillə gəlib atımızı bağlamaya saldı. Biz də həmin bağlamanı çıxartdıq. Atı çıxdı, filə hücum etdik. Bəli, atımızı vurmalıydı. Çünki atımızı vursa da biz piyadamızı qabağa gəlirdik və bu piyadasını qabağa gələ bilərdi. Yəni bu gedişi eləyə bilərdi. Ən yaxşı gediş. Mən də onu piyada ilə vursaydım, vəziri yerləşdirərdi bura. Vəzirin mövqeyi yaxşı olardı. Ona görə yaxşı gediş etmədi. Bu gediş xətalı həmlə gedir. Çünki şah cinahımı zəiflədirəm də. Ona görə yəqin ki, mən piyadanı qabağa çəkməliydim. Bəli. Filini geri çəkdi. Mən digər bu da xətalı həmləymiş. Burada mən niyə fili çarpaza yerləşdirmək istəyirdim? Bu deyir ki, piyadanı qabağa elə ki, piyada çox gəlməsin. Təhlükəli mövqedə ona görə. Əgər piyadanın qabağa gəlsəydi, fillə vururdum. O da bunu fillə vururdu. Mən də piyada ilə vursam, vəzir yenə yerləşirdi bura. Yenə də təhlükə böyüyəcəkdi. Ona görə deyir ki, piyadanı qabağa çək. Vəzirini qabağa gəldi. Yəqin yenə hücum etmək istəyirmiş. Mən burada vəzirinə hücum etdim ki, görüm nə eləyir. Şah verdi. Mən vəziri dəyişməyi təklif elədim. Və burada o xəta törətdi. Mən atı çıxdım. Bu gözəl həmləymiş. Görürsünüzmü? Çünki burada mən atı çıxmaqla vəzirin artıq heç bir yerə çıxışı yoxdur. Gördüyünüz kimi təmiz yolunu bağlamışdım. Vəzir buradan çıxa bilərdi. Yenidən. Uzağa mən vəzirlər dəyişəcəkdim. O da filini yenə Y4-də yerləşdirəcəkdi. Burada elə bir problem yoxdur. Sadəcə olaraq rəqib burada öz vəzirinin yolunu daha da çətinləşdirməkdən ötürü, tıxamaqdan ötürü piyadanı da qabağa gəldi.
Burada artıq mən vəziri qabaq elədim və bu gözəl gediş idi və vəzirin heç bir yerə çıxışı yoxdur. Məcburdur ki, fili vursun və ən azından fil götürsün. Və mən artıq rəqibin vəzirini götürürəm. Bu oyunu mən bu gedişdən sonra 2 dəqiqədən çox gözlədim. Rəqib qəsdən gediş etmədi və əlbəttə ki, qələbə yenə də bizim oldu. Sağ olun dostlar, izlədiyiniz üçün minnətdaram. Videonu bəyənməyi unutmayın. Növbəti seriyamızda görüşənədək. Sağ olun.